Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının və Azərbaycan Milli Elmlər Akademiyasının Gənclər Akademiyasının təşkilatçılığı ilə keçirilən Akademiyanın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatının açılışı olub. Akademiya şəhərciyində yerləşən stadionda baş tutan açılış mərasimində çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Akademiyada futbol çempionatının keçirilməsi gənclərin fiziki sağlamlığının qorunması və onların asudə vaxtlarının səmərəli təşkili baxımından olduqca vacibdir. Çempionata göstərilən marağın bu il artdığını və Amayanın Gənclər Akademiyasının da özünün müstəqil komandası ilə yarışda təmsil olunduğunu deyən akademik İsa Həbibbəyli son illərdə akademiya gəncliyinin inkişafı üçün bir sıra zəruri addımların atıldığını bildirib. Akademik İsa Həbibbəyli futbol çempionatının daim bayram əhval ruhiyyəsində keçirildiyini söyləyib və komandalara uğurlar arzulayıb. Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov gənc alim və mütəxəssislərinin futbol çempionatının keçirilməsinə verdiyi dəstəyə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən belə tədbirlərin keçirilməsinə xüsusi diqqətin olduğunu vurğulayıb. Bildirib ki, hər il olduğu kimi bu ildə komandaların çempionata hazırlığına diqqət yetirilib. Onların bütün zəruri ehtiyacları qarşılanıb. Sənan Həsənov həmçinin digər təşkilatlarla akademiyanın yığma komandasının oyunlarının təşkilinin də nəzərdə tutulduğunu söyləyib. Sonda iştirakçı komandalarla xatirə şəkli çəkilib və akademik İsa Həbibbəyli turnirin açılışının rəmzi olaraq topa ilk toxunuşu edib. Leyli Namiq qızı Ziyaxudiyev, Fərid Həşimov, Elm TV.